Dərmanlardan danışmaq istərdim. Bəzi xəstələrdən eşidirsən ki, belə bir sözlər firma dərmanı, hansısa bir dərmanın əvəz edicisi. Yəni bu mövzuda biraz aydınlıq gətirmək istərdim. Və bəzi xəstələr başa düşmür firma dərmanı nədir. Yəni ümumi götürsək, bütün dərmanlar firma ilə istehsal olunur. Sadəcə belə bir terminlər var: orijinal dərman və generik dərmanlar. Bu nə deməkdir? Bu o deməkdir ki, hansısa bir şirkət bu dərmanı kəşf edibdir və bütün dünya bazarına çıxardıbdır. Bu dərmana bu şirkətin patenti var. Patent nə deməkdir? Patent bu o deməkdir ki, bu şirkətin sənədi var ki, evin kupçası olur. Bunun kimi bir mövzudur ki, bu dərmanın da kupçası bu şirkətin əlindədir. Başqa heç kim müəyyən vaxta qədər bu dərmanı istehsal edə bilməz. Müəyyən vaxt keçdikcə həmin o dərmanların generiklər əmələ gəlir. Generik nə deməkdir? Bu deməkdir ki, əvəz edici dərmanlar. Əvəz edici sözü nə deməkdir? Bu demək deyil ki, yəni bu nəsə tamamilə başqa bir dərmandır, eyni effekt verir. Xeyr, bu həmin dərmandır. Yəni bunun içində olan tərkibi orijinal dərmanla eyni birdir. Sənədlərə baxsaq. Amma belə bir xüsusiyyətlər var ki, hətta belə bir tədqiqatlar var ki, əsasən də bu Rusiyada belə bir tədqiqatla rastlaşdım ki, var orijinal dərman və əvəz edici və onların hamısının təsir etmə faizini hesablayıblar və belə bir fikrə gəliblər ki, yəni orijinal dərman tutaq ki, 95%, 98% effektiv olursa, əvəz edicinin qiymətinə baxaraq, nə qədər qiymət aşağı düşdüksə də, təsir etmə faizi də düşür. Belə bir şeylər var yəni ki. Bu o demək deyil ki, əvəz edicilər pisdir, yaxşıdır. Ümumiyyətlə, dərmanı yəni xəstə seçə bilməz. Dərmanı həkim tövsiyə edir və bəzi xəstələrdə isə hesablanır. Dozası dərmanın ona baxaraq yazılır. Xəstənin yanaşı xəstəlikləri varsa da buna baxaraq da yazılır. Son sözüm o deməkdir ki, dərmanı həkim seçir. Və belə bir hallar olur ki, xəstə gəlir aptekə, həkim yazıbdır tərkibi olan dərmanı, orijinal dərmanı və aptekdə qayıdıb deyirlər ki, yox, bunun əvəz edicisi var, daha ucuzdur və daha keyfiyyətlidir. Çox güman ki, siz təəssüf ki, yəni ucuzdur, həmişə o demək deyil ki, keyfiyyətli bir şeydir. Orijinal dərmanla bir xəstəliyi tutalım, bir həftəyə müalicə etmək olarsa, siz həmin o əvəz edici dərmanla 2 həftəyə qutara bilməyəcəksiniz. Çünki o lazım olan effekti vermir. Bu demək deyil ki, onlar pisdir, ya necədir. Bu çünki tamamilə başqa bir məsələdir və ondan heç danışmaq istəməzdim. Amma adətən, əgər həkim bir resept yazırsa, onun içində müəyyən dərmanlar tövsiyə olunursa, yəni ki, xəstə onları dəyişdirə bilməz, nə də aptek işçiləri də bunu dəyişdirə bilməz. Düzdür, belə bir söhbətlə, necə deyim, xəstəyə onlara lazım olan məlumatı verə bilərlər ki, yox, bu yazılan yəni boş şeydir, bizdə daha onun yaxşısı mı, nə bilim, ucuzlusu mu var. Amma yəni xəstələrə də tövsiyəm odur ki, əgər siz hansı dərmanı tapa bilmirsinizsə, ya siz həkimə geri dönüş eləməlisiniz, bəlkə həkim o dərmanları korreksiya edə bilsin, dəyişə bilsin, ola bilsin və siz başqa apteklərə də baxıb o dərmanları tapa bilərsiniz. Ümumiyyətlə, aptek işçiləri bu mövzuya toxuna bilməzlər. Çünki onların dərman yazma hüquqları yoxdur, müalicə etmə hüquqları yoxdur. Yalnız onlar, belə deyim, farmakoloq kimi deyilən bir ixtisas var və onlar bəzi mövzulara toxuna bilərlər. Tutalım, bu dərman bu xəstəyə düşə bilərmi, hansısa yanaşı xəstəliyə görəmi və tutalım, müəyyən allergik effektlər olur. Bunu biz hətta klinik farmakoloq deyilən bir ixtisasla, yəni belə bir həkimlərlə məsləhət olunur bu mövzular əslində. Elə mövzular olur ki, yəni mən özüm də məsləhətləşirəm ki, bax bu xəstə üçün hansı dərman məsləhətli ola bilər. Amma əgər resept yazılıbdırsa, tövsiyələr olunubdursa, bu məsələyə toxunmaq düzgün deyil. Çox vaxtı bu mən dediyim klinik farmakoloqlar xəstəxananın içində fəaliyyət göstərirlər. Yəni ki, bu tibbi personal kimi gedir, həkimdir. Əgər xəstəxanada yatan bir xəstədirsə, ya ambulator bir xəstədirsə, amma mən bir son qərara gələ bilmirəm ki, hansı bu dərman xəstə üçün yaxşı olar, əlbəttə ki, mən farmakoloqlarla məsləhət edirəm və bu normal sayılır. Bəzən xəstələrdən belə bir sorğu-sual olur ki, həkim, tutalım, hansısa bir dərman var və onun var Almaniya istehsalı, Türkiyə istehsalı
nə bilim, Avropa istehsalı və s. nə? Və bəzən də xəstələr nəyə aldanır? Brendi istehsal edən dövlət. Yəni ki, bu da biraz xəstələri aldadır. Yəni ki, deyirlər ki, bu brend məsəl üçün harasa Avropaya aiddir. Amma biraz dərindən görürsən ki, zavod Çində yerləşir. Ya tutalım başqa bir dövlətdə yerləşir. Mən nəyə diqqət edirəm? Amerikada FDA deyilən bir qurum var. İcazə verir bu dərman Amerika bazarına çıxsın ya yox. Və orada tamamilə, yəni bütün bu nüansları, təsiri, qeyri göstərişləri, yəni bütün bu mövzular araşdırılır uzun illər ərzində və sonra bir qərar çıxardılır ki, bu dərman bəli, həkimlər tərəfindən istifadə oluna bilər. Çox vaxt işlədiyimiz dərmanlar, əlbəttə ki, hamısı onlar bu FDA siyahısında var. Tutalım, hansısa bir böyük şirkət var və o şirkətin Almaniyada da zavodu ola bilər, Hindistan, Pakistan dövlətlərində zavodları ola bilər və əgər bu zavodlar doğrudan da həmin o şirkətə məxsusdursa, əlbəttə ki, onlarda hansısa keyfiyyət məsələləri var və orada özbaşınaçılıq, yəni mən əminəm ki, olası deyil, əgər bu ciddi bir şirkətdirsə. Ümumi belə götürsək, Almaniyada istehsal olan dərmanla, Pakistanda, Indiyada istehsal olan dərmanla, əgər bu eyni bir şirkətdirsə, bunların fərqi olmamalıdır. Bunlar eyni bir olmalıdır. Hətta bəzən xəstələr nəyə aldanır? Qiymətə. Tutaq ki, hansısa bir dərman, o Almaniyanındır, onun qiyməti tutalım 100 manatdır, Hindistanınki 50 manat, ya 30 manat tutaq ki. Yəni bu da biraz düzgün deyil. Hər bazarın özünün belə bir qiymət qüvvəsi var. Tutaq ki, Avropada alıcı qüvvət tamamilə başqadır. Avropada vergi tamamilə başqa hesablanır və əlbəttə ki, eyni bir dərman tutaq ki, Indiyada və Almaniyada istehsal olunanda onların mayası fərqli bir qiymətə gəlir. Yəni ona da çox aldanmaq lazım deyil. Bu demək deyil ki, yəni bahalı dərman pisdir, ucuzdur, yaxşıdır. Xeyr. Sadəcə əgər eyni bir dərmandırsa, eyni bir şirkətin dərmanıdırsa, mən yəni ki, belə deyim də, tam da əminliklə deyə bilərəm ki, yəni çox güman ki, bu dərmanlar eyni bir tərkibdir və eyni bir effekt verəcək. Sadəcə bazara məxsus xüsusiyyətləri var, amma bu onun keyfiyyətinə təsir edəsi deyil. Belə tipli dərmanlar var ki, təsir edici maddə bir dənə deyil, 2 dənədir. Əsasən də prostat vəzi hiperplaziyasında istifadə olunan belə bir dərmanlar var. Hansının tərkibində 2 dənə maye var. Maye deyəndə yəni ki, dərman da belə deyək. Bəzi xəstələr fikirləşir ki, bunun effekti pis olar, yaxşı olar, necə olar? Bəlkə mən onları təkbətək içim. Əsasən də urologiya ixtisası üzrə deyə bilərəm ki, yəni bu dərmanlar heç də fərqli deyil. Əgər ayrı-ayrı da içsəz effekt olacaq, kombinə edilmiş bir dərmanlarda da eyni effekt alacaqsınız. Əgər bu dərmanlar doğrudan da orijinal dərmanlardırsa. Əgər bu əvəz edicidirsə və məsəl üçün hansısa bilinməyən bir dərmandırsa, əlbəttə ki, onun təsirinə biraz suallar var.